Salam, hər vaxtınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid, əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Hava çirkliliyinə görə Şərqi Azərbaycanda məktəblər bağlandı. Əraqçı və Kallas Tehranın nüvə proqramını müzakirə etdilər. Yermak cəbhəyə yollandığını açıqladı. Rusiya, Ukrayna və Amerika biznes tərəfdaşı olmalıdır Uitkovdan açıqlama. Qırğızstanda sükut günü başladı. İndi isə daha ətraflı. Hava çirkliliyi səbəbindən bugün Şərqi Azərbaycan əyalətinin bir neçə şəhərində məktəblərdə tətil elan edilib. Bu haqda Hava çirklənməsi üzrə Fövqəladə Hallar Komitəsi məlumat yayıb. Məlumata görə noyabrın 29-da Təbriz, Üskü, Azərşəhər, Əcəbşir, Binab, Şəbüstər, Məlikan, Leylan, Sofyan, Marağa və Mərənd şəhərlərində məktəblərdə tətil olacaq. Qeyd edək ki, hava çirkliliyinin əsas səbəbi istifadəyə yararsız və köhnə avtomobillərin çoxluğu, həmçinin Təbriz İstilik Elektrik Stansiyasında dizel yanacağından istifadə edilməsidir. Davam edirik. İranın Xarici İşlər Naziri Abbas Əraqçı və Avropa diplomatiyasının rəhbəri Kaja Kallas telefon danışığı zamanı Tehranın nüvə proqramını müzakirə ediblər. Bu barədə İran Xarici İşlər Nazirliyindən bildirilib. Məlumata görə tərəflər həmçinin İran ilə Avropa İttifaqı arasındakı münasibətləri və yaxın şərqdəki vəziyyəti müzakirə ediblər. Əraqçı Tehranın nüvə proqramı ilə bağlı İranın mövqeyini təqdim edib. Onlar İran və Avropa tərəfləri arasında regional və beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi üçün təmasların davam etdirilməsinin vacibliyini vurğulayıblar deyə İran Xarici İşlər Nazirliyinin rəhbəri bildirib. Hizbullah İsrail hərəkatının qərargah rəisi Heytəm Əli Təftəbatinin öldürülməsinə cavab vermək hüququnu özündə saxlayır. Bu barədə təşkilatın baş katibi Naim Qasım tərəfdarlarına müraciətində bildirib. Biz bu cinayəti kobud təcavüz aktı hesab edirik və onu uyğun anda cavab vermək hüququmuz var. Bunun nə vaxt baş verəcəyini müəyyən edəcək deyə o deyib. O həmçinin bildirib ki, Təbtəbaviyə son dönəmlərdə bütün müqavimət qüvvələrinə komandanlıq etmək tapşırılmışdı. Xəbərlərimiz davam edir. Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin sabiq rəhbəri Andrey Yermak istefa ərizəsini təqdim etdikdən bir neçə saat sonra cəbhəyə getdiyini açıqlayıb. Bu barədə New York Post qəzeti məlumat yayıb. Mən cəbhəyə gedirəm və hər hansı bir repressiyaya hazıram. Mən dürüst və ləyaqətli insanam deyə o bildirib. Məlumatda həmçinin bildirilib ki, ofisin sabiq rəhbəri artıq zənglərə cavab verməyəcəyi ilə bağlı üzr də istəyib. O cəbhəyə nə vaxt və necə getmək niyyətində olduğu və ya Ukrayna silahlı qüvvələrinə qoşulub-qoşulmayacağı ilə bağlı məlumat verməyib. 24 fevral 2022-ci ildən Kiyevdə olmağıma baxmayaraq rüsvay oldum və ləyaqətim qorunmadı. Buna görə də Zelenski üçün problem yaratmaq istəmirəm deyə cəbhəyə gedirəm. Ukraynaya xidmət etmişəm və 24 fevral 2022-ci ildə Kiyevdə idim. Bəlkə də yenidən görüşərik. Ukraynaya eşq olsun deyə sabiq ofis rəhbəri əlavə edib. Qeyd edək ki, dünən səhər saatlarında Ukrayna prezident ofisinin rəhbəri Andrey Yermakın hökumət məhəlləsindəki mənzilində axtarış aparılıb. Daha sonra o Zelenskiyə öz istefa ərizəsini təqdim edib. Rusiya, Ukrayna və Amerika Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra rifah üçün biznes tərəfdaşlarına çevrilməlidirlər. Bunu Amerika prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff The Wall Street Journal nəşrinə bildirib. Rusiyanın çoxlu resursları, nəhəng əraziləri var. Əgər biz bunu həyata keçirsək, hamı rifah içində olacaq. Hamı bu prosesdə iştirak edəcək və bu hamıya fayda gətirəcək. Bu təbii olaraq gələcək münaqişələrdən qorunma vasitəsinə çevriləcək. Çünki hamı rifah içində olacaq deyə o vurğulayıb. Daha əvvəl məlum olub ki, Rusiya prezidenti Vladimir Putin gələn həftənin əvvəlində Moskvada Uitkovla görüşəcək. Müzakirələrin mövzusu Ukraynada müharibənin dayandırılması ilə bağlı Amerikanın sülh planı olacaq. Eyni məsələni Ukrayna tərəfi ilə Amerikanın ordu naziri Dan Driscoll da müzakirə edəcək. Fransa prezidenti Emmanuel Macron hesab edir ki, ölkə hibrid informasiya müharibəsinə hazır olmalıdır. O bu haqda öz X hesabında açıqlama verib. Rusiyanın sabah bizə hücum edəcəyini düşünürəmmi? Xeyr, amma düşünürəm ki, informasiya müharibəsi yaxud da deyildiyi kimi hibrid müharibə var və biz buna hazırlaşmalıyıq deyə Macron deyib. Macron həmçinin bundan qorxmağa ehtiyac olmadığını düşündüyünü bildirib.
Qırğızstanda noyabrın 30-da keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində sükut günü başlayıb, təşviqat kampaniyası yerli vaxtla səhər saat 8:00-da başa çatıb. Kabar agentliyinin məlumatına görə ölkədə 2492, xaricdə isə 100 seçki məntəqəsi fəaliyyət göstərəcək. Seçkilər yenilənmiş sistem üzrə keçiriləcək. 30 dairədə 90 deputat seçiləcək. Daxili İşlər Nazirliyinin məlumatına görə sükut günündə hüquq mühafizə orqanlarının 10 mindən çox əməkdaşı hüquq pozmalarının profilaktikası üzrə gücləndirilmiş xidmət aparacaq. Qırğızstanın Mərkəzi Seçki Komissiyası növbədənkənar seçkilərdə iştirak etmək üçün ümumilikdə 461 namizədi qeydə alıb. MSK-nın məlumatına görə seçici siyahılarına 4.294.243 seçici daxil edilib. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.